Cabir bilirsiniz ki, Həzrət Peyğəmbər əleyhissalamın yaxın sahabələrindən idi. Cabir deyir ki, mən Ramazanın axırıncı günləri Həzrət Peyğəmbər əleyhissalamı ziyarət eləməyə gəldim. Salam bə'də salam, Həzrət buyurdu, ey Cabir, artıq hazırsan bu ayla xudafizləşməyə? Ya Rasulallah, bu ayla necə xudafizləşmək olar? Həzrət Peyğəmbər əleyhissalam buyurdu, ey Cabir, dualarında bu cürə dua elə. İlahi rəhmət ayı əlimizdən gedir. Ey Cabir, bu cürə dua elə ki, ilahi, bu ayı, bu Ramazan ayı, bu rəhmət ayı bizlər üçün axırıncı ayımız olmasın. Ey Cabir, Allah'tan istəginən ilahi, məni bu Ramazan ayında ibadətləri, itaətləri icra eləyən və duaları qəbul olan şəxslərdən qərar ver. Əgər dünyamı dəyişsəm və Ramazanı dərk eləməsəm, məni rəhmətindən və bağışlanmağından məhrum eləmə. Peyğəmbər əleyhissalam buyurur. Bizim aramızda insanlar vardı ki, siz de tanırdınız, görmüşdük. İndi artıq onlar bizdən ayrılıblar. Yəni bu ay qismət olmadı. Bilmək olmaz ki, gələn Ramazana kim dünyasını dəyişəcək, kim dünyada qalacaq. Odur ki, ilk dua Peyğəmbər əleyhissalam Cabirə öyrətdi ki, o duanı eləyin ki, ilahi bizim axırıncı Ramazanımız qərar verməklə. Əgər biz İmam Səccad əleyhissalamın bu ayda etdiyi Ramazanla xudafizləşmə dualarına diqqət eləsək, Səhifə-i Səccadiyyədə 45-ci dua vardır. Çalışın o duanı oxuyun. İmam Səccad əleyhissalam həmin duada mən bir neçə cümləsini diqqətinizə çatdırım. Həzrət o ayəni buyurur ki, bir gecə 1000 aydan fəzilətlidir. Buyurur və onu 1000 gecədən xeyirli olan qədr gecəsi ilə əzəmətləndirdin. Sonra məhz bu aya xatir bizi digər ümmətlərindən üstün etdin. Və bu ayın fəziləti sayəsində biz bütün ümmətlər arasından seçildik. Əmrinlə bu ayda gündüzləri oruç tutduq. Gecələri isə sənin köməyinlə ibadət etdik. Bizim üçün hazırladığın mərhəmətə çatmaq və savab qazanmaq üçün bu ayda tutduğumuz oruc və qıldığımız namazı vasitə etdik. Sən bəndələrin istədikləri hər şeyi verməyə qadirsən. Mən Həzrətin dediyi bu kəlama istəyirəm bir dənə əlavə eləyəm. Həzrət buyurur ki, onun hörmətini saxlamaq. Əziz mömin qardaşlara deyirəm, əgər o şəxslər ki, oruç tuta bilmirlər, üzürlüdülər, xəstədirlər, çalışsınlar aşikarda, nə sigaret çəksinlər, nə çörək yesinlər, nə su. Da deməsin ki, mən xəstəyəm. Hər kəs bu ayın hörmətini saxlamasa, onun üçün ayrıca bir cəza vardır. Bilirsiniz ki, sigaret çəkmək orucu batil eləyir. Oruc batildirsə, heç olmasa xəlbətdə çəkilən, daha gəlib cəmaatın gözünün qarşısında sigaret çəkməklə. O cümlədən də yemək, içmək də bu kimi.